Assalomu alaykum, hurmatli briefing ishtirokchilari, deputatlar va ommaviy axborot vositalari vakillari. Bugun sizlar bilan 2026-yilning 1-yarim yilligi davomida xalq deputatlari Yangar tuman kengashi tomonidan amalga oshirilgan ishlar yuzasidan briefing o'tkazmoqdamiz. Bugungi ma'ruzamda kengashimiz faoliyatining asosiy yo'nalishlari, ko'rsatkichlari va aniqlangan muammolar haqida qisqacha ma'lumot beraman. Hisobot davrida kengash faoliyati qonun ustuvorligini ta'minlash, mahalliy byudjet mablag'laridan samarali va maqsadli foydalanish ustidan nazoratni kuchaytirish, ijro organlari rahbarlarining hisobdorligini oshirish, aholi murojaatlarini o'z vaqtida ko'rib chiqish hamda hududlarda mavjud muammolarni deputatlik nazorati orqali hal etishga qaratildi. Kengashning tashkiliy huquqiy faoliyati. Hisobot davrida xalq deputatlari Yangar tuman kengashining 9 ta sessiyasi o'tkazilib, ularda tumanni ijtimoiy-iqtisodiy rivojlantirish, mahalliy byudjet ijrosi, ijtimoiy sohalarni qo'llab-quvvatlash, muhandis kommunikatsiya infratuzilmasini yaxshilash, aholi bandligini ta'minlash hamda davlat organlari rahbarlarining hisobotlarini eshitishga doir 72 ta masala ko'rib chiqildi va ular yuzasidan tegishli qarorlar qabul qilindi. Qabul qilingan qarorlarning 2 tasi siyosiy partiyalar, deputatlik guruhlari tashabbusi bilan ishlab chiqilgan bo'lib, mazkur holat deputatlik korpusining qonun ijodkorligidagi faolligini yanada oshirganini ko'rsatadi. Sessiya kun tartibiga kiritilgan masalalar tahlili ularning asosiy qismi davlat organlari rahbarlarining hisobotlarini eshitish, mahalliy byudjet ijrosini nazorat qilish, ijtimoiy sohalardagi islohotlarni muhokama qilish hamda kengash vakolatiga kiruvchi qarorlarni qabul qilishga qaratilganini ko'rsatadi. Doimiy komissiyalar faoliyati. Kengashning doimiy komissiyalari sessiyalarda ko'rib chiqiladigan masalalarni chuqur tahlil qilish, joylarga chiqqan holda o'rganish hamda asoslangan xulosalar tayyorlash bo'yicha tizimli ishlarni amalga oshirdi. Hisobot davrida jami 36 komissiya yig'ilishi bo'lib o'tkazilgan bo'lib, 78 ta masala atroficha muhokama qilindi. Jumladan, mahalliy byudjet, tadbirkorlikni rivojlantirish va iqtisodiy islohotlar bo'yicha komissiya tomonidan 9 ta yig'ilishda 32 ta masala, korrupsiyaga qarshi kurash va xavfsizlik komissiyasi tomonidan 8 ta yig'ilishda 18 ta masala, ijtimoiy soha, yoshlar siyosati, madaniyat va sport komissiyasi tomonidan 8 ta yig'ilishda 11 ta masala, agrar suv va ekologiya komissiyasi tomonidan 8 ta yig'ilishda 11 ta masala, reglament va deputatlik odob axloqi komissiyasi tomonidan 5 ta yig'ilishda 6 ta masala ko'rib chiqildi. Komissiyalar tomonidan amalga oshirilgan tahlillar qabul qilingan qarorlarning puxta tayyorlanishi, ularning ijrosini ta'minlash va ijro intizomini mustahkamlashga xizmat qildi. Norma ijodkorlik va deputatlik nazorati. Hisobot davrida kengash tomonidan norma ijodkorligi yo'nalishida ham izchil ishlar amalga oshirildi. Xususan, 5 ta normativ huquq mazmundagi qaror qabul qilinib, ular mahalliy soliqlar va yig'imlar hamda kengash vakolatiga kiruvchi boshqa masalalarni huquqiy jihatdan tartibga solishga qaratildi. Shuningdek, deputatlar tomonidan 10 ta qonun loyihasi muhokama qilinib, ular yuzasidan 3 ta taklif ishlab chiqildi va yuqori turuvchi tashkilotlarga kiritildi. Yangi qabul qilingan qonunlarning mazmun mohiyatini aholiga yetkazish maqsadida 24 ta targ'ibot tadbirlari tashkil etildi. Deputatlik nazorati doirasida ijro organlari rahbarlarining 24 ta hisoboti va 12 ta axboroti eshitilib, ular tanqidiy tahlil qilindi hamda mas'ul tashkilotlarga tegishli tavsiyalar berildi. Nazorat tadbirlari faqat sessiyalar bilan cheklanib qolmasdan, joyiga chiqqan holda ham amalga oshirildi. Xususan, aholi murojaatlari bilan ishlash holati, inson ijtimoiy xizmatlar markazi, sanitariya epidemiologiya xizmati, maktabgacha va maktab ta'lim tizimi, gaz ta'minoti bo'limi, davlat soliq inspeksiyasi hamda bolalar sog'lomlashtirish oromgohi faoliyati o'rganib, aniqlangan kamchiliklar bartaraf etish bo'yicha amaliy choralar belgilandi. Deputatlarning hududlardagi amaliy faoliyati. Hisobot davrida deputatlik nazoratining samaradorligini oshirish maqsadida har bir deputatning berkitilgan hududlardagi faoliyati yanada kuchaytirildi. Tuman kengashdagi 23 nafar deputatdan 23 nafari o'zlariga berkitilgan 37 ta mahallada joylashgan 62 ta ijtimoiy va infratuzilma obyekt hamda loyihalarni bevosita o'rgandi.
Öyrənişlər davamında obyektlərdə əməlgə aşırılgan quruluş və təmirləş işləri, ictimai dəsturların icrası, ahali üçün yaratılgan şəraitlər, həm də məhəllələrdəki mövcud muammalar təhlil qılınıb, onların yechimləri yüzəsindən tegishli təkliflər işləb çıxıldı. Bu əməliyyat deputatlıq cərəyanının nəzarətinin mənzilligini açırış, ahali ehtiyaclarını cayda öyrəniş, həm də qəbul qılınarkən qərarlarının həyatiliğini təminləşdə mühüm əhəmiyyət kəsb etdi. Deputatlarının saylavçılar bilən işləş səmərədarlığı və deputatlıq nəzarəti nəticələri. Xısabat dövrdə xalq deputatları yanı tümən kengeç deputatları tamandan ahali bilən doğrudan-doğru mülaqat qılış, onların muamma və təkliflərini cayda öyrəniş, həm də əməli yechimlər işləb çıxışga əlaqədə etibar qaratıldı. Deputatlar tamanından məhəllələrdə 109'da fuqaralıq qabulu və uçraşıqlar təşkil qılınıb, onlarda 491 nəfər fuqaranın müraciətləri qəbul qılındı. Ushbu mülaqatlar davamında ahalini qiynayotgan ijtimoiy-iqtisodiy, kommunal, mühendislik, kommunikasiya, bandlik və ijtimoiy himoya bilan bog'liq masalalar ətraflıca o'rganildi. Ötkəzilgan öyrənişlər nəticəsində 123'də dolzarb muamma anıqlandı. Cümlədən 96'sı fuqaralıq qabulları davamında, 22'si məhəllələr fəaliyyətini öyrəniş cərayında, 5'si başqa mənbələr arqalı anıqlandı. Muammalarının təhlili şunu göstərdi ki, əsasi müraciətlər elektrik enerjisi, içimlik suyu, qaz təminatı, içki yollarını təminləş, suvarış tərmaqları, ahali bəndligi, həm də ictimai yardımlar məsələlərə doğru gəlgən. Deputatlıq nəzarəti və tegishli dövlət təşkilatları bilən səmərəli həmkarlıq nəticəsində 122'də muamma icabi həll etildi. Bütdə məsələ isə qoşumça öyrəniş kengeşi katibiyyəti nəzarətiga alındı. Muammalarını həll ediş nəticəsində 65 nəfər fuqara daimi iş bilən təminləndi. 18 nəfər fuqaraya subsidiya və imtiyazlı kreditlər əcrətilişi təminləndi. 13 nəfər ihtiyacmənd fuqara ictimai himayəyə yeganə reyestrə kiritildi. 16'da kommunal infratüzülmə muamması elektrik, qaz, içimlik su və yollar bərtərəf etildi. 6'da məhəllədə abadallışı işləri əməlgə aşırıldı. 4'də başqa mühüm məsələ icabi həll edildi. Məzkur göstərişlər deputatlıq nəzarətinin əməli səmərədarlığı həm də ahali müraciətləri belə işləş tezimi nəticədarlığı yaqqal namayan etməkdə. Məhəllə yetkili sektor və cəmaatçılıq bilən həmkarlıq, Xısabat dövründə kengeç deputatları tamandan məhəllə yetkili sektor rəhbərləri həm də cəmaatçılıq vəkilləri bilən həmkarlıq yenə də müstəhkəmləndi. Məhəllələrdə müntəzəm ötkəzilgən uçraşıqlarda fuqaraların təklif və müraciətləri cayda mühakimə qılınıb, onların yechimi boyunca deputatlıq soraqları və əməli təvsiyələr kiritildi. Shuningdek, sessiya kun tərtibigə kiritilgan məsələlər boyunca ahali müraciətləri bilan işləş, inson ijtimoiy xizmatlar mərkəzi, məktəbgacha və məktəb təlim bölümü, sanitariya epidemiologiya xizməti, Dövlət Sağlıq İnspeksiyası, qaz təminatı bölümü həm də balalar sağlamlaşdırış aramgah fəaliyyəti cayıya çıxan halda öyrənildi. Bu əməliyyat icra intizamı müstəhkəmləş dövlət orqanları məsuliyyətini aşırış, həm də ahali bilən dövlət orqanları ortasındakı səmərəli mülaqatını təminləşə xizmət qıladı. Deputatlar təşəbbüsü bilə əməlgə aşırılgan, Xısabatlar dövrdə deputatlar təşəbbüsü bilən məhəllələrdə qatar ictimai əhəmiyyətə əməli işlər becərildi. Cümlədən, Kəttabaq məhəlləsində 150 metr uzunluqda içimlik suyu tərmağı tatılışı nəticəsində 12'də xanadan mərkəzləşkən içimlik suyu bilən təminləndi. Gülşəndə və Təkən məhəllələrdəki qabristanlarda abadallışı işləri əməlgə aşıldı. Agahı məhəlləsindəki fuqaralar yığını hududu təminlənib, ahali üçün yenə də qulay şəraitlər yaratıldı. Məzkur işlər deputatlarının faqat nəzarət funksiyasını, bəlkə hududlardan kompleks, rivajlandırışdakı əməli iştirakını həm namayan qıldı. Kengeç fəaliyyətinin açıqlığı və şəffaflığını təminləşə əlaqədə etibar qaratıldı. Xısabat dövründə 8'də sessiyada onlayn translasiya qılındı. 72'də karar Kengeç elektron tizimi arqalı elan qılındı. 9'da məsələ cəmaatçılıq mühakiməsiyə qoyuldu. Kengeç fəaliyyətinin ammavi axbarat vasitələri və ictimai tərmaqlarda 138 mərtə yaratıldı. Bu arqalı ahalinin məhəlli vəkillik orqanları fəaliyyəti haqqındakı xəbərdarlığını yenə də aşırıldı. Həm də cəmaatçılıq nəzarətini küçəkdiriş üçün keng imkaniyyətlər yaratıldı.
Erişilgen neticeler 2026 yılın birinci yarım yıllık yekunları boyunca Halk Deputatları Yangi Tuman Kengesi tomonidan quyidagi esası neticelerge erişildi. 9'da sessiya o'tkazildi, 72'da karar qabul qilindi, 39'da hisobot va axborot eshitildi, 36'da doimiy komissiya yig'ilishi tashkil etildi. 23 nafar deputat tomonidan 37'da mahalladagi 62'da obyekt va loyiha o'rganildi. 69'da qabul va uchrashuvlar o'tkazildi. 491 nafar fuqaro qabuli amalga oshirildi. 123'te muammo aniqlandi. 122'de muammo ijobiy hal etildi. 78'de deputatlık so'rovi tegishli tashkilotlarga yuborildi va ularning barchasi belgilangan muddatlarda ko'rib chiqildi. Ayniqsa aholining ijtimoiy himoyasini ta'minlash, bandlikni oshirish va kommunal bartaraf etish borasida amalga oshirilgan ishlar deputatlik nazoratining ta'sirchanligini yanada oshirdi. Kelgusidagi ustuvor vazifalar, kelgusi faoliyatda deputatlik nazoratining ta'sirchanligini yanada kuchaytirish, mahalliy byudjet mablag'laridan maqsadli foydalanish ustidan monitoringni kengaytirish, qarorlar ijrosini tizimli nazorat qilish, mahalla yetkiligi bilan hamkorlikni yanada mustahkamlash, aholi murojaatlarini joyida hal etish amaliyotini takomillashtirish, ijtimoiy va infratuzilma loyihalarining amalga oshirilishini muntazam monitoring qilib borish asosiy ustuvor vazifalar sifatida belgilangan. Xulosa 2026 yil birinchi yarim yillik davomida Xalq deputatlari Yangi Tuman Kengashi tomonidan qonun ustuvorligini ta'minlash, hududni ijtimoiy-iqtisodiy rivojlantirish, mahalliy byudjet ijrosini nazorat qilish, ijro organlari faoliyati ustidan ta'sirchan deputatlik nazoratini amalga oshirish hamda aholi manfaatlarini ta'minlash borasida salmoqli ishlar amalga oshirildi. Erişilgan natijalar kengash faoliyatining samaradorligini orttirib borayotganini, deputatlarning hududdagi faoliyatini kuchayganini hamda aholi murojaatlar bilan ishlashning amaliy mexanizmi shakllanganini ko'rsatmoqda. Kelgusida ham deputatlar Yangi Tuman Kengashi davlat hokimiyati va boshqaruv organlari, fuqarolik jamiyati institutlari va keng jamoatchilik bilan hamkorlikda hududni barqaror rivojlantirish, aholi farovonligini oshirish hamda mahalliy davlat hokimiyati vakillik organlarining samaradorligini yana yuksaltirish bo'yicha izchil ishlarni davom ettiradi. E'tiboringiz uchun katta rahmat.